2019'da belə yerdə qoyduq. Düzdür, hamı sevinir, 2020-nin gəlişini hamı qeyd eləyir. Hər kəs bir-birini təbrik eləyir, üzlərdə təbəssüm var. Ancaq biz kim dərindən fikirləşmişik, ömrümüzdən bir il daha belə ötdü keçdi. 2019 mənə heç düşərli olmadı, heç uğur gətirmədi. Həyatımda mənə əziz olan, yaxın olan, uşaqlıqdan bəri bir yerdə olduğum, uşaqlıq dostlarımı, can dostlarımı itirdim. Həm də bir qızın mənə atdığı şər üzündən itirdim. Deyirəm, necə insansan sən, hə? Hə, utanmırsan sən, hə? Başa düşmədim, nə yapayım? Neynəmişəm ki? Hələ bir də soruşursan neynəmişəm? Hə, sənə qardaşımız dedi. Sən mənim sevdiyim qıza necə göz salırsan? Nə? Göz salma? Dəlisən sən, Natiq. Sanmırsan sən. Ayıbdır, ayıb. Belə bir də bilməyəcək. Siz məni tanımırsınız, bu nə hərəkət edirsiniz, nə danışırsınız? Nənmi, mən sənə göz salmışam. Sən demisən Natiqə bunu. Hə, o deyil. Elə bildin deməyəcək, hə? Sən də inandın hə buna? Hə, inandım. Yox, yoxsa bizə sən inanacaqdın. Mən sənə sözüm yox. Natiq. Heç nə yox, bu axırınız dediyin söz mənə çox təsir edir. Vaxt gələcək o sözə görə çox peşman olasın. Çıx get buradan. Get Rüfət. Çox sözüm deyil. İnşallah peşman olmazsan. Deyirəm, həyat necə qəribədir. İnsan da 12 illik dostunu 2 günlük tanıdığı qıza görə atıb gedər. Amma Natiqlə Seymur elədi bunu. Amma onlara sübut eləyəcəm. Bilmirəm necə, amma bütün həqiqətləri orada sübut eləyəcəm. Rüfət. Necəsən? Nə var, nə var? Sağ ol. Sən necəsən? Neyirsən bu? Gördüyün kimi. Hava alıram. Sən neyirsən? Hara gitsin? Mən də nişanlımı gözləyirəm. Nişanlığı? Hə. Nə tez nişanlığınız? Aynen birdən bir oldu da. Təbrik edirəm. Nasıl? Şimdi bir deyəsən şəhərli olursunuz. Tamam. Sen sevimli gündən danışırsan, yoxsa küsürsüz? Qardaş, mən heç kimdən küsüm deyiləm. Kimin adam da deyiləm. Sadəcə onlar məni istəmədi də konfliktdə. Qovdular da bir sözlə qovdular. Sizin yediğiniz içtiğiniz ayrı getirin. Bir kıza göre size ne oldu? Ne için düştünüz? Ay sağ ol. Bir qıza görə. Həm də nə qıza görə ha. Fındıq qədər beynindən hamını sarıyıb parmağa. 5 yeri güzel istesen bağışlasın. Nə? Üzr istəməm. Ha, nə üzr istəməm? Mən onlardan üzr istəsəm belə çıxır ki, onların dediyi həqiqətdir. Nəyə görə mən onlardan? Ben mənə deyirəm ki, sən gör Natiqin Ay sevgisi. kişi boş danışma. Məni gəldin əsəbləşdirdin durduq yerə sən. Görmüsən gözündən? Yox. Bəs nə boş danış? Ya şey seviyorsun ya, bu sevgilini şəkil göstərdi, danışdı. Budur sənin nişan. Hə, necə yanaşırıq? Yaraşırsınız. Ha, bu Natiqin sevgilisi Nərimindir. Gic. Mənəlim, Aysel diye bu. Aysel. Hadi adı Aysel. Aç o Natiqin, bizim Natiqin sevgilisi Nərimindir. Səni də Allah. Belə şey olar. Yazık bütün gün evdə anasına baxır. Anası. Hadi anası kaçtı. Ancaq görüşək. Sizin nişanınız olub da böyük təmtərə. Təmtərlə yox, atası rəhmədə getdiyinə görə yəni öz aramızda elədik, heç kim bilmir. Qardaş, ağılın olsun. Niyə? Gözü aç, o səni alladır. Onun adı Nərmindir. İnanmıram. Elə şey ola bilməz. Qəti. İnan, vaxt gələcək bax. Bir müddətdən sonra səndən pul istəyəcəyik. İstəyib də. Deməli istəyib. Ha. Mən də vermişdim. Anasının əməliyyatına görə. Nə qədər verirsən? 3. Nə olub ki? Niyə gülürsən? Nətər adam? Ha, gözünüzü açın da siz də deyirəm nə tək giz adamlarsınız, Natiq, sən. Bir dənə balaca qız sizi barmağına dolayıb aşı.
Bunun məqsədi, niyyəti puldur, qaqaş. Pul üçün yaşayan insan. Elə şey ola bilər. Hələ necə ola bilməz? Vaxt gələcək, mən sizə sübut eləyəcəm. Ayaq üstə eləyir, məsələ sağ ol. Get. Bunda Natiq kimi git. Yuxuda sənə. İnşallah aylamda gec olmaz. Alo. Salam həyatım. Necəsən? Hardasan? Sağ ol, yaxşı. Seymurla kafedə oyun oynayırıq. Hə, nə yaxşı salam de. Salam deyim. Sağ olsun, anne sağ ol. O da salam var. Hə, sağ olsun. Gör nə deyirəm, sən gəldim deyim ki, mamanı həkimə aparır. Yazıb verəsən, zəng eləsən, baxa bilməsəm narahat olma da, yaxşı? Nəsə olub? Yox, heç nə olmayıb. Sadəcə əməliyyatdan sonra gətirmiş deyim, yoxlar üçün gedirik. Hə, yaxşı. Onda özün xəbər eləyərsən də. Hə, yaxşı, öpdüm. Hələlik. Nasıl olur? Yox. Hansına kimi apardılar. Onu xəbər edeyim. Allah şəfa versin. Sağ ol, sağ ol. Öz aranızda. Çok yaxşı qızlar, Allah xoşbəxt etsin. Sağ ol, sağ ol. Aman. Sən görəsən bu qızın içimiz var, ay Allah. Bir balaca canıyla, fındıq qədər beyinlə, bütün hər kəsi doğru bir bak. Ama az qaldı, Allahın izniyle bütün içizini açıb tökəcəm ortaya. Heç onda Natiqlə sevdiğindən var mənə. Amma necə də, əməliyyatı necə keçdi? Yaxşıdır hər şey. Çox sağ ol. Sənin sayəndə hər şey yaxşı oldu. Neçə dəfə demişəm ki, sən mən yoxdur, artıq biz varıq. Sənin amma mənim mamamdır. Düz deyirsən. Biraz çətin başa salır, amma mən evdə bəzi çalvardan oxuyuram, tam aydın başa düşürəm. Baba olsun. Mən heç səbrim yoxdur, oturur, nə soxuyuram. İnşallah. Canım, bir dəqiqə gözlə gəlirəm. Yaxşı. Bacı, necəsən? Yaxşıyam. Necəsən Fida? Çox sağ ol, yaxşıyam. Bu kimdir? İş yoldaşımdır. İş yoldaşı. Hə, bir iş var, onu danışırıq. Parkda. Hə. Əl-ələ. Ələ çox sağ vermə. Ged evə, mən də birazdan gəlirəm. Yaxşı. Nəsə olub ay? Yox, heç nə olmuyor. Sadəcə mamanı tək qoya bilmirəm. Qonşu baxacaqdı, ona görə evə getməliyəm. Yaxşı, onda get xəbərləşib mənə görüşək də. Hə, yaxşı. Sənlə görüşməyib kimlə görüşəcək zaten. Nərmin xanım. Yoxsa Aysil deməliydim. Yenə sən? Hə, yenə mən. Nə istəyirsən məndən? Sən nətər adamsan? Əsl sən məndən nə istədin? Niyə ayırdın məni dostlar? Mən neynədim ki? Hani bir soruşursan da neydi? Sən necə insansın? Mən səbəbin denən, nə özün yaxşı bilirsən. Səbəb denən. Hə, deməli sənə səbəbi çox maraqlıdır. Maraqlıdır denən səbəbi. Sən Natiqdən də Seymurdan da fərqlisən. Sən həm ağıllı, həm də çox bilirsən. Natiq amma safdır, həm də ağıllıdır. Seymur da pulludur, amma bir o qədər də gicdir. Deməli, mən belə başa düşürəm ki, mən ağıllı və çox bilmiş olduğum üçün məni dostlarım var. Haysa. Sən onunla belə çıxır ki, Natiqi sevmirsən.
Ne sevgi, sevgi var indi. Ne danışırsan sen? Kənan nə əlaqə? Çok pulun ne ziyanı var. Möhtəşəmsən. Teşekkür ederim. Yaxşı. Nərmin, Aysel. Sənə bir təklifim var. Ne? Sabah sənə 20.000 pul verirəm. 20.000 manat. Bir dəfəli çıxıb gedirsən, hamımızın həyatı. İstəyirsən Azərbaycandan geyik, istəyirsən rayona geyik, nə bilim, neymirsən elə də çıx get həyat. Gel belə eləyək də. Sən 20 min yox, mənə 50 min ver. Yaxşı. 50.000 verəcəksən sənə. Amma bir dəfəli çıxıb gedəsən. Fikirləşərəm. Onda belə dedik. Sabah saat 12-də pul verəcəm sənə. Səməd Vurğun bağda görür. Saat 12-də. Oldu? Gecik Mahmud. Tamam. Natiq, gələnə bax. Salam aleyküm. Aleyküm salam. Nə olub, nə istəyirsən? Heç nə istəmirəm. Sadəcə biraz vaxtınız varsa bir iki şey danışacağım sizlə. Bizim seninle danışacağımız sənimiz yoxdur. Natiq, mən dalaşmağa gəlməmişəm bura. Sadəcə sizinlə halallaşmaq istəyirəm. Nə hallaşma, otur görək. Açığı istəməzdim, qanınızı qaraldım. Bəlkə də heç qanınız qaralmayacaq. Amma mən sizin həyatınızdan bir dəfəlik gedirəm. Həm də qayıtmamaq şərti ilə. Nə danışırsan, açıq danış. Allah. Deyirlər ömrü az qalıb. Sayılı günlər keçirirsən. Ne? Nə? Hə. Bəlkə bir ay, bəlkə bir həftə. Ola bilsin elə gün bu gün. Hər an hər şey ola bilər. Necə yəni, ona demək. Allah, mən demirəm öyle. Həkimlər deyir. Təcili deyir, əməliyyat olunmalısan. Mən də ona görə gəldim sizinlə halallaşım. Təbii ki, haqqım varsa sizdə biraz da olsun, mən halal edirəm. Siz də halal edin. Ya da necə məsləhət etməsəz də sağ olun. Çarəsi var, ged oldu. Çarəsi var, amma bilirsiniz də mənim vəziyyətimi. Həm onu elətdirməyə imkanım yoxdur, həm də onu burada eləmirlər. Türkiyədə bir xəstəxana var, özəl klinika. Orada eləyirlər ancaq. Türkiyədə. Hə, internetdə də biraz araşdırdım. Ancaq orada özəl bir klinika var, İstanbul'da. Orada əməliyyat edirlər. Nə qədər lazımdır? Baş verəyim də 90% yeni işləmədi. Necə yəni bu işləyir, nə qədər lazım dedim? 50 min. Olsun, mən verərəm. Yox, olmaz. Çox sağ olun. Necə yəni olmaz? Siz mənə halallıq verin. Başqa heç nə istəmirəm sizdən. Uzatma da Rüfət. Mən dedim verəcəm. Get əməliyyatını ol gəl. Yaxşı. Allah razı olsun. Çox sağ olun. Sən də sağ ol. Bir saat sonra xəbərləşib götür. Yaxşı. Seymur, niye verdin? Ne bilsen düz değil. Görmədin nə gündə idi? 50 min nədir ki? Nə də olsa keçmiş günlərimin xatirə var. Uşaqlarımız bir yerdə keçir. Neyse. Yaxşı. Onda duraq, mən də gedən pulu düzəldim. Durak asla bir oyunda oynayan bak. Yəni mən. Ben de Nermin'le coşarım.
Geç yardım. Bu neçədə götürəcək? 12 deməmişdik. 5 dəqiqə gecikmişəm də. Neyse getirdim pulu. Dəqiqəsinə 10.000. Gələ. Saymağa ehtiyac var. Məsləhət sənindir. İnanmırsan say. Sayardım. Prosta vaxtımı itirmək istəmirəm. Tamam değil. Tamam sevdim. Al, 50 min. İstediğin kadar. Ben çok da Sen de sağ ol. Allah razı olsun. İnşallah anadından sarar. İyi yok sağ ol. De xahiş edeyim senden. Xahiş. Sabah saat 12'de markete götür gel. Sen atfırdım bağlı. Ne? Qardaşımsan, sen markete götür gel. Ben sabah izah edeceğim. Bütün her şeyi soğuk edeyim. Yaxşı. Bak yardım olsun. Xahiş ederim. Tamam. Saat 12'de sen atfırdım. Olsun narahat olma. Bu kadar vaktin olacak. Kesip bir taraftan da sayarsan sol. Bir taraftan da sayarsan. Ne giz danışsa ne vaxtda? Sen ora bak. Hemen buradan gör kim geldi. Nermin? Natiq yaxşı ki gəldi. Rüfət çağırır sizi bura. Ah. Sən nətər insansan? Məni bura şantaj eləmək üçün çağırıb bu. Ne? Ne şantaj? Dünən mənə yaxınlaşıb dedi ki, Seymurda pul çoxdur, ondan pul alım, çıxıb gedək buradan. Ha? Bu ne demek? Demək o pul da. Ne işler çevirsen sen? Açıklama ben. Uşaqlar, məntiqlə düşünün də. Mən bunu şantaj eləsəm, o pulu alsam, sizi bura çağıraram ki, gəlin baxın, mən bundan qaçım. Bir məntiqlə düşünün də, elə şey olar sizcə. Hələ də inanırsınız bu yalan. Yapışın. Onda sebep nedir? He? Niye çağırmışsan sizi? Səbəb odur ki, gör də istədiyin qızı, sevdiyin qızın necə bir ilan olduğunu sənə üstündə deyəcəm. Bir dakika daha. Çıksana ben sevdiğim sakları. Hani sevdiyime qurban olam, hə, sevdiyin nədir dəqiq yan da. Natiq dedi. Bir dakika dayan. Nermin dayan. Ay sağ ol, dayan. Teledən. Ha. Elə bilsən səndən ağıllısı yox. Amma etiraf edirəm, pişik kimisən. Amma bugün kör pişiksən, tutmuşam səni, xəbərin yox. Hadi açsana bir şey. Gözə göstərirəm, hadi. Hani sevdiğin kız. Senin Nermin kanalında. Ay Selin. Ne? Görsen Selin bak. Bak. Bir insanın sözünden. Ben arkası. Hele ses yazsın. Rüfət, sən Natiqdən də Seymurdan da fərqlisən. Sən həm ağıllı, həm də çox bilirsən. Natiq amma safdır, həm də ağıllıdır. Seymur da pulludur, amma bir o qədər də gicdir. Sen onunla öyle çıkıp ki Natiq'i sevmiyorsun. Sevgi var indi. Nə danışırsan sən? Nermin. Ne değil bu? Ha? Canan. Aç bir dakika ya. Ayşe. Bayaqdan baxıram heç nə başa düşmürəm. Bununla bu nə əlaqə? Nə deməkdir? Danış. Senin ne çağırdın var? Senin ne çağırdın var? Ne Ayşe ne Nermin? Natiq bir dəqiqə. Dünənləri məni parka çağırdı, dedi ki, dediklərimi deməsəm silahı da var, məni şantaj eləyirdi. Bir dəqiqə. Ne diyor ki? Senin ne kadar yüzün var? Axırıncı yüzündür bu. Canan. Tupoysan sen. O gün sen ne çağırmıştın? Hani video? Deyirəm də.
Nə video? Hemen danıştığımız video. Gör orada ben silah satmışam. Onun nəsə şantajlar ama. Demək, bir aydır, daha doğrusu bir aydan çoxdur mənimlə oynayırsan, hə? Nə bilim, belədir, anam xəstədir, həkimə aparmalıyıq, hə? Sən necə bir insansın, hə? Burada mən, orada Kənan. Sonra kim var? Neçə adım var ha sən, hə? Pus sənin kimi qızın üzünə. Nərmin, Aysen, nə bilim kim? Amma elə bil nə burada məsələ tutar. Sən elə bir adama rast gəlirsən ki, sən o məhkəmədə sürünürsən. Sus! Get rədd ol burada, get rədd ol. Get! Kenan. Danışdın əmindən. Narahat olma, danışmışam. Bakıdan heç ara çıxan deyil. Matik. Ağzım bey. Heç sənə qaça bilməz. Elətlərin hamısı cəza çəkməli. Para. Polis onsuz hər yerdə onu axtarır. Rüfət. Şavar. Üzr istəyirəm, mən də gedim. Bir işləri zada deyim, yanına canlı. Canan, çox sağ ol hər şey üçün. Təşəkkür edirəm. Biraz soldu tanış olmağınıza olsun da. Çox sağ ol. Çox sağ ol canım. Siz də ayrılmayın. Allah razı olsun. Hər şeydən önəmlidir. Sağ ol. Sağ ol. Ehtiyatlı ol, pulda ayaqlayasın. Bir dəqiqə götür. Götür, götür. Rüfət. Bağışlaya biləcəksən qardaşım. Bilirəm, bir vaxtlar deyirdin ki, peşman olacaqsan dediyin hərəkətdə. Amma nə deyim, Allah elə bil ağlıma olmuş. Bağışla bizi. Aziz oldu ki, dediğim söz düz oldu da, peşman oldum. Dəyməz. Yaxşı ki, belə oldu da, gözünüz açıldı. Bağışlamaq deyəndə, sizi bağışlamayın da kim bağışlayın, onun için dostlarınız.